Senin günahların ne kadar çok olsa da Allah Teala rahmeti ondan böyüdür. Yine de Allah Teala rahmeti üstleyecek. Bağışlayacak seni. Esas o da Allah'tan aralaşma. Allah Teala hiç vaxt səni tərk eləmir. Allah Teala rahmeti bütün günahlardan böyüdür. Şeyh Salih Fozan danışır ki, Bəni İsraildən bir nəfər olur və dənizdə qalır gəmidə. Və elə olan gəmi batır və Allah Teala onu gətirir quruya çıxardır. Və Allah'a ibadətdə olan bir qul olur. Və Allah Teala quruda ona bir ağac yetiştirir və ağacın vasitəsilə onu qidalandırır. Və Allah'a dua edir ki, ya Rab, məni özünə qovuşdur. Və deyir ki, Allah Teala onu götürür. Və ona deyir ki, ey qulum, ged rəhmətinlə, ged zənnətə. O da deyir ki, ya Rab, bəs o qədər əməllər, dünyada sənin üçün namazlar qılmışam, oruclar tutmuşam, salih əməllər, nələr eləmişəm sənin üçün? Bəs onlar deyir, ged rəhmətinlə, gir zənnətə.